Salam əziz izləyicilər. Bugün sizlərə DİM 9 illik test toplusundan say bəhsini izah edəcəm. Birinci sual. Birinci sualda deyir, səhv yazılmış sıra saylarını müəyyən edin. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, Roma, yəni Rum rəqəmlərindən sonra heç bir şəkilçi yazılmaz. Ona görə də səhv olacaq 1, deməli 4 və 5-ci sual. 4 və 5. 1, 4, 5 cavabı olacaq B bəndi. İkinci sual. Qeyri-müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan təxmini miqdarını bildirir. Deməli, birəmin zərfdir, birlə işimiz yoxdur. 5-ci sıra sayıdır. Azacıq. Deməli, ikinci sual. 3'ü götürürük burada azacıq. 70 müəyyən miqdar sayıdır. Yüzlərcə, larla, lərlə, larca, lərcə qeyri-müəyyən miqdar sayı düzəldir. Ona görə də 5'i götürdük. 3, 5. 3'də 2 kəsir sayıdır. Axırıncı sıra sayıdır. 10, 15 də təqribi təxmini sayı olduğuna görə o da qeyri-müəyyən miqdar sayıdır. 3, 5, 8 cavabı da oldu A bəndi. Üçüncü sual. Qeyri-müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. Qeyri-müəyyənlik bildirən 5-ci sıra sayıda A bəndini çıxdıq. B bəndində 5 müəyyən miqdar sayıdır. B bəndini çıxdıq. C bəndində 14 deməli müəyyən miqdar sayıdır. 5'də 2 kəsir sayıdır. C bəndində çıxdıq. D bəndində 10, 100 müəyyən miqdar sayıdır. Onu da çıxdıq. E bəndi minlərlə, az, xeyli. Cavabımız oldu E bəndi. 4. Müəyyənlik bildirən miqdar saylarını müəyyən edin. Müəyyənlik bildirən miqdar sayları əşyanın dəqiq sayını bildirir. Yəni 5 kitab, 10 qələm dəqiq saydan söhbət gedir. İndi baxaq görək hardadır. Deməli, az-çox mən də bu haqda az-çox bilirəm. Az-çox ümumiyyətlə zərfdir. Bu sıranı çıxdım. B bəndində az sözü qeyri-müəyyən miqdar sayıdır. B-ni çıxdım. C bəndində 5, 30, 50 min. Bu müəyyən miqdar sayıdır. Cavabımız C bəndidir. Amma digər variantlara da baxaq. 5'də 1 kəsir sayıdır. Onsuz da D variantı səhv cavab olacaqdır. E bəndində də çox sözü qeyri-müəyyən miqdar sayıdır. Cavabımız oldu C bəndi. 5. Hansı saylar düzəltmədir? Düzəltmə saylar sıra saylarıdır. İnci şəkilçisi ilə düzəlir. Qeyri-müəyyən miqdar saylarında larla, lərlə, larca, lərcə, çox sözünə qoşulan lu şəkilçisi, bir də az sözünə qoşulan acıq şəkilçisi var. Onlar da düzəltmə sayı hesab olunur. Minlərcəni götürürük burada. 5'də 1. 7-cini götürürük. 2. 19-cunu götürmürük. Çünki mürəkkəb sayı hesab olunur. Bu artıq düzdür. 9-cu sözündə şəkilçi var. Amma o sizi çaşdırmasın. 2 sözdən ibarət olduğuna görə o mürəkkəb hesab olunur. Xeyli sadədir və cavabımızdan da biri oldu 5. 1, 2, 5 cavabı da oldu D bəndi. 6-cı sual. Biri numerativ sözlərlə işlənə bilmir. Numerativ sözlərlə işlənənlər müəyyən miqdar saylarıdır. Bir də qeyri-müəyyən miqdar saylarından təqribi təxmini saylar var. Məsələn, 3, 4, 5, 6, 10, 15, məsələn, 100, 150 və s. Bu tipli defislə yazılan saylar var. Həmin o saylar hesab olunur. Deməli, burada 8 müəyyən miqdar sayıdır. Çıxdım 8'i. 5, 6 təqribi təxmini sayıdır. B-ni çıxdım. C-ni də çıxdım. 3, 4'ü də çıxdım. Yüzlərlə. Yüzlərlə numerativ sözlərlə işlənə bilmir. E bəndi. 7-ci sual. Üzrlü sayın sual görsənmir. 6-cı suala baxaq. Deməli, 6-cı sualı izah elədim onsuz da. Numerativ sözlərlə işlənə bilmir. Yüzlərlə sayıdır. Keçək 7-ci suala. 7'də deyir, biri numerativ sözlərlə işlənə bilmir. Yenə də müəyyən miqdar sayı, bir də təqribi təxmini sayları çıxırıq. Defislə yazılanları. Digərini götürürük. 20, 39 bunlar müəyyən miqdar sayıdır. Çıxdım A, E, C-ni. B-də də 5, 6 təqribi təxmini sayıdır. Minlərlə sözü olacaq. 7'də cavab oldu D bəndi. 8.
Qeyri-müəyyən miqdar sayı işlənməyən cümləni müəyyən edin. İclasda çoxlu adam iştirak edirdi. Çoxlu qeyri-müəyyəndir. A bəndini çıxdım. Meydança dəniz səviyyəsindən xeyli yüksəkdədir. B bəndini çıxdım. Deməli, uşaq çox ağıllı cavabları ilə hamının diqqətini cəlb etdi. Aha, digər variantlara baxaq, bunu izah edim. Minlərlə adam gözünü vertolyota zilləmişdi. Nə qədər adam? Minlərlə. Bu da qeyri-müəyyəndir. D-ni çıxdım. E bəndi. Bir sıra məsələlər həll olunmamış qaldı. Bir sıra bir çox da qeyri-müəyyəndir. E-ni də çıxdım. C bəndində cavab nə üçün C bəndi olacaq? Çoxdan sonra əgər sifət gəlirsə, onda ədat olur. Deməli, çoxdan sonra istəyirəmsə çox sözü say olsun, mütləq əşya gəlməlidir. Məsələn, çox cavab olsaydı, burada say olacaqdı. Amma çox ağıllı cavab olduğuna görə, yəni çoxdan sonra fərqi yoxdur, hansı sifət olursa olsun. Çox savadlı, çox ağıllı, çox zəhmətkeş, fərqi yoxdur da, hansı söz olur olsun, sifət olsa. Deməli, bu söz olacaq, çox sözü ədat olacaq, qüvvətləndirici ədat. Cavabımız olacaq 8-də C bəndi. 9-cu sual. Miqdar sayının işləndiyi cümlə. Miqdar sayı. Deməli, dünən hava çox soyumuşdu. Əslində çox miqdar sayı kimi işlənir. Amma əşyaya aid olanda, burada hərəkətə aid olduğu üçün say götürmürük bunu, zərfdir. Minlərlə göz ona dikilmişdi. Minlərlə göz, nə qədər göz? Cavabımız əslində B bəndidir, amma digər variantlara da baxaq. Onlarla ehtiyatlı olmaq lazımdır. Kimlə? Bax, burada onlarla sözündəki onlarla şəkilçisi deyil. Onlar əvəzliyi var, bir də ilə qoşması var. Ona görə C bəndi olmayacaq. Biri çoxdan bizə göz qoyurdu. Biri, burada bir sayından söhbət getmir. Biri, kim? Burada qeyri-müəyyən əvəzlikdən söhbət gedir. D bəndi olmayacaq. E bəndində də çoxdan sözü saydan düzəlmiş zərfdir. Çox sayı, bir də dan şəkilçisi artırılıb zərf düzəlib. Artıq bu say hesab olunmur. Cavabımız olacaq 9-da B bəndi. 10-cu sual. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənmişdir? Bu gün xeyli yorulmuşam. Xeylidən sonra feil gəldiyinə görə burada zərf olacaq. Say hesab olunmur. Onların dedikləri tezliklə nəzərə alınacaq. Onların dedikləri. Burada ümumiyyətlə say yoxdur. 3-cü sinif yarışlarda çox fərqləndi. 3-cü sinif, 3-cü sıra sayıdır. Bizdən qeyri-müəyyən miqdar sayı istəyir. Liseyə qəbul olmaq istəyənlər üçün ərizə verənlərin sayı çoxdur. Bax, burada olacaq. Çox sayı qeyri-müəyyəndir. Cavabımız D bəndi olacaq. Amma E bəndinə də baxaq. E bəndində bizə 10 kitab lazımdır. 10 qeyri-müəyyən miqdar sayı yox, müəyyən miqdar sayıdır. Ona görə cavabımız E bəndi ola bilməz. 11. Say işlənməmiş cümlə hansıdır? Bir mən bilirəm, sən nələr çəkirsən. Təkcə mən bilirəm, yalnız mən bilirəm. Burada ümumiyyətlə bir sözü nə vaxt say olur? Digər saylarla əvəz eləyə biləndə. Yəni 2 ilə, 3 ilə, 4 ilə, 5 ilə və yaxud digər başqa saylarla əvəz eləyə bilirəmsə say olur. Bu cümlədə bir mən bilirəm, sən nələr çəkirsən. Bir sözün digər saylarla əvəz edə bilərik. Məsələn, 2 mən bilirəm, 3 mən bilirəm demək olar, demək olmaz. Ona görə də A bəndində say işlənməyib. 12. Digər cümlələrdə say var. Məsələn, azacıq aşım, nə qədər aşım. Sonra 7-cə günün içində kişi qocalmışdı. 7-cə. Burada say bir də ədatdan istifadə olunub. Həyətdə bircə uşaq var idi. Nə qədər uşaq? Məsələn, həyətdə bircə uşaq da demək olar. Həyətdə 2cə uşaq da demək olar. Əvəz eləyə bilərik. Deməli, burada saydı. Və yaxud ora xeyli adam gəlmişdi cümləsində xeyli sözü saydı. Amma birinci cümlədə say yoxdur. Hansı cümlədə say işlənmişdir? 12-ci sual. Salonda adam çoxaldı. Çoxalmaq sözünün kökü düzdür, saydı, amma özü say hesab olunmur. Saydan düzəlmiş feildir. Ona görə A bəndində say yoxdur. Kərim, sən nə qədər kitab aldın? Düzdür, burada qədəri bildirən söz var. Amma nə qədər
say hesab olunmur. Nə qədər sayın sualıdır. Sual ümumiyyətlə əsas nitq hissələrinin sualları da sual əvəzliyidir. Ona görə də burada say yoxdur, sual əvəzliyi var. Burada heyvanlar çoxdur. Nə qədərdir? Çoxdur. Cavabımız olacaq C bəndi, amma digər variantlara da baxaq. Azlıq çoxluğa tabedir. Azlıq sözü saydan düzəlmiş isim, çoxluq sözü saydan düzəlmiş isim. Burada say yoxdur. Onlar dağ yolu ilə xeyli getdilər. Xeyli getmək sözü düzdür. Xeyli özündən sonra əşya gələndə say olur, amma burada əşya yox, hərəkət gəldiyinə görə say yox, zərf olacaq. Cavabımız oldu, deməli C bəndi. 12-də. 13-cü sual. Hansı cümlədə say işlənmişdir? Sən neçə pozuntu halı müşahidə etdin? Neçə sual əvəzliyi? 10-cular tədbirdə fəal iştirak etdilər. 10-cular isimləşmiş saydı. Cavabımız B bəndidir, amma digərlərinə də baxaq. C bəndində ovçu gördüklərini bir-bir danışdı. Burada hərəkət gəlib, həm də ümumiyyətlə təkrar olunan 2-2 gəlin, 1-1 oxuyun və yaxud 3-3 gəlin. Bu təkrar olunan saylar saylar vasitəsilə daha doğrusu zərf yaranır. Ona görə burada 1-1 zərfdir. Bircə bu iş görülməyib, təkcə bu iş görülməyib. Burada deməli ədat kimi işlənib, məhdudlaşdırıcı ədat. Birincisi yol böyüyün, su kiçiyindir. Burada da birincisi modal söz kimi işlənib. Ona görə də cavabımız oldu B bəndi. 10-cular isimləşmiş saydı. Yəni saydı, sifətdir, isimləşsə də nitq hissəsi heç vaxt dəyişmir də. Yəni ki, nə qədər ismin xüsusiyyətini qəbul eləsələr də, nə qədər ismin sualına cavab versələr də, amma nitq hissəsi heç vaxt dəyişmir. Ta ki, leksik şəkilsi artırıb, onun nitq hissəsini dəyişməyənə qədər. 14. 14-də deyir, cümlələrin birində say həm mənsubiyyət, həm də hal şəkilçisi qəbul etmişdir. Yəni isimləşmişdir. İsimləşmiş say axtarırıq. Yer səthinin 3/2-sini su örtür. Yer səthinin 3/2-si, ikisi mənsubiyyət, ikisinin nəyi? Burada da hal şəkilçisi var. Cavabımız elə olacaq A bəndi, amma digər variantlara baxaq. Onları axırıncı sırada əyləşdirdilər. Hansı sırada? Burada sayın öz sualına cavab verir. Ümumiyyətlə say isimləşibsə, sayın sualına cavab verməyəcək. Yəni isimləşibsə, ismin sualına cavab verəcək. Ona görə burada axırıncı sırada, hansı sırada sualına cavab verir? İsimləşməyib. Fikirlərdən yalnız biri doğru hesab edilir. Burada isimləşib, ancaq təkcə mənsubiyyət şəkilçisi qəbul edib. Hal şəkilçisi qəbul eləməyib. C bəndi ona görə olmayacaq. 9-cuların imtahanı başlayır. Burada cəm və hal şəkilçisi qəbul edib. Mənsubiyyət şəkilçisi qəbul eləməyib D bəndində. Bir neçə gündür ki, gəlib gedirik. Burada da qeyri-müəyyən miqdar saydı. Yəni öz sualına cavab verir, isimləşməyib. Cavabımız oldu, deməli 14-də A bəndi. 15-ci sual. Hansı cümlədə say işlənmişdir? Bizim dağlarda dərman bitkiləri çoxdur. Nə qədərdir? Çoxdur. Cavabımız elə A bəndi olacaq. Digər bəndlərə baxmağa ehtiyac yoxdur. 16. Hansı cümlədə say işlənmişdir? Torpaqlarımızın azadlığı naminə birləşməliyik. Bu cümlədə say yoxdur. Yığıncağa gələnlər çoxdur. Nə qədərdir? Çoxdur. Cavab B bəndi olacaq. Digər cümlələrə baxmağa ehtiyac yoxdur. Birdən-birə zərfdir. Biri dediyini digəri qəbul etmirdi. Biri əvəzli idi, qeyri-müəyyən əvəzlik. Biz birlikdə daha güclü olarıq. Birlikdə necə? Burada da zərflik, zərfdir, həm də zərflikdir. Yığıncağa gələnlər çoxdur. 16-da B bəndi. 17-ci sual. Sıra saylarından ibarət cərgəni müəyyən edin. Sıra sayları ıncı, inci, uncu şəkilçisi ilə düzəlir. Ya rum rəqəmləri ilə göstərilir, ya sözlə bu formada verilir, ya da ərəb rəqəmləri və C+4 şəkilçisinin köməyi ilə. 1-ci, 10-cu, 13-cü. Cavabımız elə A bəndidir. Digər bəndlərə baxmağa ehtiyac yoxdur. Demək, 17-də A.
18. Hansı cümlədə numerativ söz düzgün işlədilməmişdir? Deməli, onun 2 dənə qardaşı var. Ümumiyyətlə, dənə sözü, ədəddir, dənədir. Bunlar cansız əşyalarla işlənir. Məsələn, kitabdır, dəftərdir və yaxud ağacdır. Bu kimi cansız əşyalarla işlənir. Ona görə qardaş sözü insan anlayışı bildirən söz olduğuna görə A bəndində numerativ söz düzgün işlədilməyib. 19-cu sual. Hansı cərgədə müəyyən miqdar sayı yoxdur? Müəyyən miqdar sayı yoxdur. 8, 11 hər ikisi müəyyən miqdar sayıdır. B-də 10, 70 hər ikisi müəyyən miqdar sayıdır. C bəndində deməli birinci sıra sayıdır, amma 6 müəyyən miqdar sayıdır. Bizə deyir ki, ümumiyyətlə müəyyən miqdar sayı olmasın. D bəndində çox qeyri-müəyyən miqdar sayıdır, amma 1 müəyyən miqdar sayıdır. D bəndi də olmayacaq. Cavabımız olacaq E bəndi, çünki xeyli və yüzlərlə sözü hər ikisi qeyri-müəyyən miqdar sayıdır. 20-ci sual. Hansı sıra bütünlüklə qeyri-müəyyən miqdar sayılarından ibarətdir? Bütünlüklə, yəni hamısı qeyri-müəyyən miqdar sayı olsun. A bəndində 5 müəyyən miqdar sayıda A-nı çıxdıq. B bəndində 5-də 2 kəsr sayıdır, B-ni çıxdıq. C bəndində minlərlə də qeyri-müəyyən miqdar sayıdır, azda qeyri-müəyyən miqdar sayıdır, xeyli də. Cavabımız C bəndidir. Digər variantlara baxaq. D-də 10, 100 deməli müəyyən miqdar sayıdır, onsuz da olmayacaqdır. E bəndində də 5-ci sıra sayıdır. 2000 isə deməli müəyyən miqdar sayıdır. Cavabımız elə C bəndi olacaq. 21-ci sual. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı işlənib? Biri əyilib kəlmə nəsə dedi. Biri sözün say kimi götürmək istəyiriksə, əgər çaşırıqsa cümlədəki necə bilək bu saydır yoxsa nədir? Sual verirsən. Sayın sualları budur. Neçə, nə qədər, neçənci? Bəzən də hansı sualına cavab verir. Əgər bu suallara cavab vermirsə, deməli onsuz da orada saydan söhbət gedə bilməz. Sual verirəm. Dedi, kim dedi? Biri dedi. Sayın kim deyə sualı var? Yoxdur. Deməli, biri sözü burada. Say ola bilməz. Bizimki onlarla tutmaz. Kimi ilə? Onlarla. Əgər onlarla kitab gətirildi, kitabxanaya onlarla kitab gətirildi. Nə qədər? Onlarla. Nə qədər sualına cavab verirsə, deməli saydır. Amma burada bizimki onlarla tutmaz. Kimi ilə? Onlarla. Sayın kimi ilə sualı yoxdur. Deməli, burada onlarla sözü say ola bilməz. Bu əvəzlikdir, qoşma ilə işlənib. C-yə baxırıq. Onlarla ehtiyatlı olmaq lazımdır. Kimi ilə? Onlarla. Yenə də sayın sualına cavab vermədi. Deməli, C bəndi də ola bilməz. D-yə baxaq. Onlarla adam intizarla onu gözləyirdi. Kim gözləyirdi? Adam gözləyirdi. Nə qədər adam? Onlarla. Nə qədər? Sayın sualıdır. Deməli, cavabımız olacaq D bəndi. 22. Cərgələrin biri qeyri-müəyyən miqdar sayılarından ibarətdir. Çoxlu sözü qeyri-müəyyəndir, amma 20 müəyyən miqdar sayıdır. A bəndini çıxdıq. B bəndində 3-də 1 kəsr sayıdır. B bəndini çıxdıq. C bəndi 12 deməli müəyyən miqdar sayıdır. Bizdən qeyri-müəyyən miqdar sayını soruşur. 12 müəyyəndir. C bəndini çıxdıq. D bəndi. Xeyli qeyri-müəyyən miqdar sayıdır. Bir qədər qeyri-müəyyən miqdar sayıdır. 5-6 da qeyri-müəyyən miqdar sayıdır. Cavabımız olacaq D bəndi. 23. Yalnız biri say kimi işlənə bilər. Azlıq, çoxluq sözləri saydan düzəlmiş isimdir. Say kimi işlənə bilməz. Çoxalmaq sözü saydan düzəlmiş feildir. Say kimi işlənə bilməz. Azdan çoxdan, bu haqda azdan çoxdan bilirəm. Nə qədər bilirəm. Bu da saydan, daha doğrusu mürəkkəb zərfdir. Amma çox sözü, çox kitab, çox insan say kimi işlənə bilər. 23 olacaq D. 24. Sıra sayılarının yazılışında səhvə yol verilmişdir. Sıra sayılarının yazılışında ən çox test toplusunda da bu formada verilir suallar, buraxılışda və sair yerlərdə, imtahanlarda da bu formada verilir.
Ən çox Rum rəqəmindən sonra şəkilçi yazmaq uşaqları çaşdırır. Bir dəfəlik yadda saxlayırıq. Roma və ya Rum rəqəmlərindən sonra şəkilçi yazıla bilməz. Şəkilçi yazılıbsa deməli səhvdir. Və ərəb rəqəmlərindən də sonra inci yox, c üstü 4 yazılmalıdır. Cavablarımızdan biri olacaq 1. 5-ci otaq düz yazılıb, amma bu formada yazıla bilər. Bu formada yazıla bilməz. 5-ci əsr də düzdür. Görürsünüz, Rum rəqəmindən sonra yenə şəkilçi yazılıb. Deməli, cavablarımızdan biri də olacaq 4. Yenə də 5-ci əsr. Bir də oldu 5. 1, 4, 5. 1, 4, 5 cavabı da oldu C bəndi. 25. Yalnız birindən sonra numerativ söz işlənə bilər. Numerativ sözlər konkret olaraq yadda saxlayırıq. Müəyyən miqdar sayı və təqribi təxmini saylar. Təqribi təxmini saylarda defislə yazılan mürəkkəb, defislə yazılan qeyri-müəyyən miqdar sayları var. Məsələn, 5, 6, 6, 7 və yaxud 5, 10. 5-10 nəfər adam lazımdır, məsələn. Onlarla işlənə bilər. Başqa heç bir sayla işlənə bilməz. Ona görə də 25-ci sual idi. Cavabımız olacaq 5-6. Məsələn, 5-6 nəfər adam işlədə bilərik. Cavabımız olacaq E bəndi. 26. Verilmiş saylardan biri numerativ sözlərlə işlənə bilir. Yenə də 1-2 nəfər şagird. Cavabımız olacaq C bəndi. 27. 27-də deyir, yalnız birindən sonra numerativ söz işlətmək mümkündür. Eyni tipli sualdır. Yenə də defislə yazılan qeyri-müəyyən miqdar sayını götürürük. B bəndi. Ya müəyyən miqdar sayı, ya da defislə yazılan qeyri-müəyyən miqdar sayı. 28-ci suala baxaq. Ay dolandı, il keçdi. Cəfər kişinin böyük oğlu Ələsgər 12-13 yaşına çatdı. Cümləsində işlənmişdir. Ay dolandı, il keçdi. Cəfər kişinin böyük oğlu Ələsgər 12-13 yaşına çatdı. Deməli, 12-13 bayaq dediyim kimi defislə yazılan təqribi təxmini saylar qeyri-müəyyən miqdar saylarına aiddir. Ona görə də 12-13 qeyri-müəyyən miqdar sayı götürürük. Cavabımız olacaq 28-də E bəndi. 29-cu suala baxaq. Qalanın tikintisinə başladılar və tezliklə onun 2də 1 hissəsini tikib qurtardılar cümləsində işlənmişdir. 2də 1 kəsir sayı işlənib. 29-da cavab oldu B bəndi. 30. Sayların qrammatik mənası hansı dərəcədə düzgün göstərilib? Qrammatik məna tərifini soruşur da, yəni. Deməli, əşyanın miqdarını və sırasını bildirir. Cavabımız olacaq 30-da A bəndi. 31. Sayın əsas sintaktik vəzifəsi nədir? Say sifətindən eyni funksiyanı daşıyır cümlə daxilində, yəni təyin. Ən çox əsas sintaktik vəzifəsindən söhbət gedir. Sayla sifətin əsas sintaktik vəzifəsi cümlədə təyin olmaqdır. Cavabımız olacaq 31-də E bəndi. 32. Bir damcı dərman içsən yaxşı olarsan cümləsində altından xətt çəkilmiş söz nə adlanır? Say və ismin arasında işlənib. Deməli, nədir? Numerativ söz. Cavabımız oldu 32-də A bəndi. 33. Az, çox, xeyli, yüzlərcə sözlər sayın mənacı hansı növünə aiddir? Əşyanın qeyri-dəqiq təxmini miqdarını bildirir. Deməli, nədir? Qeyri-müəyyən miqdar sayı. 33 A bəndi. 34. Hansı saylar düzəltmədir? Deməli, hansı saylar düzəltmədir? 10-cu sıra sayları düzəltmə olur. 1. Yüzlərlə 2. Onlarca 3. 3də 1 mürəkkəb saydır, xeyli də sadədir. 1, 2, 3 cavabı da oldu E bəndi. 35. Hansılar say deyil? 7'lik taxta, 7'lik kart, 7'lik sözlü sifətdir burada. Ümumiyyətlə, lıq üstü 4 şəkilçisi, lıq, lik, lüq, ya sifət düzəldir, ya da isim düzəldir. Yəni, o şəkilçi sözə qoşulubsa, deməli, orada saydan söhbət gedə bilməz. 7-ci saydır, içini çıxdıq. Bir dəfəlik, məsələn, bir dəfəlik gəlmişəm. Necə gəlmişəm bir dəfəlik? 3'ü götürdük. Bircə getdilər. Necə getdilər? Bircə zərfdir. Onunla getdi.
Kiminlə getdi? 5. 1, 3, 4, 5. 1, 3, 4, 5 cavabı da oldu D bəndi. Deməli 35-də cavab oldu D bəndi. 36. İsmin yerində işlənə bilən sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir. Sualda demək istəyir ki, yəni say isimləşərkən ismin hansı xüsusiyyətini qəbul edir? Bunlardan biri səhvdir. Cəmlənə bilir. Məsələn, 10-cular. Bu düzdür. Mənsubiyyət şəkilçisi qəbul edir. Düzdür. Məsələn, şagirdlərin çoxu. Cümlədə təyin olur. Aha, deməli bu səhvdir. Çünki isim əsasən cümlədə mübtəda, tamamlıq, bir də ismi xəbər vəzifəsində işlənir. Təyin olmaq sayın isimləşəndən sonraki xüsusiyyəti deyil, isimləşməmiş xüsusiyyətidir. Ona görə cavabımız olacaq 36-da C bəndi. 37. Hansı cümlədə sayın yazılışında səhvə yol verilmişdir? Saat 6-da məktəbdə olmalıyıq, bu düzdür. Koroğlu dastanı 17-ci əsrdə yaranmışdır, düzdür. Biz zalda 8-ci sırada əyləşmişdik, düzdür. 90-cı illərdə azadlıq hərəkatı genişləndi, bu da düzdür. Nizami Gəncəvi 12-ci Rum rəqəmindən sonra şəkilçi yazılıb. Deməli, cavabımız olacaq 37-də E bəndi. 38-ci sual. Hansı sayıların yazılışında səhvə yol verilib? Milyon, milyard düz yazılıb, 80, 90 düz yazılıb, 77 düz yazılıb, 51, 26 düz yazılıb. Deməli, cavabımız olacaq 60 və 56. C bəndi. 39. Hansı cümlədə sayın yazılışında səhvə yol verilməmişdir? 60 sözü səhv yazılıb, A bəndini çıxdıq. Evin qarşısında yüzlərcə yox, yüzlərcə B bəndini çıxdıq. Yaşı çoxdan 80-i keçmişdi. 80 yox, 80 olmalıdır. 80-i keçmişdi. 88-ci ildə azadlıq hərəkatı gücləndi. Bu düzdür. Cavabımız elə D bəndidir. Çünki heç bir səhv yoxdur. E bəndində də səhv. Üncü yox, 1943-cü olmalıdır. Yəni, ərəb rəqəmləri bir də C üstü 4 şəkilçisi. İncı ola bilməz. E-də səhvdir. Deməli, cavab oldu 39-da D bəndi. 40-cı sual. Qeyri-müəyyən miqdar sayı hansı cümlədə işlənmişdir? Çox bilib az danışmaq daha yaxşıdır. Çox az burada hərəkətə aid olduğu üçün say yox, zərf olacaq. Qəsəbədə yeni çox mərtəbəli bina tikildi. Çox mərtəbəli sözü burada say yox, sifət kimi işlənib. Necə bina çox mərtəbəli? Bacım bu il 8-ci sinifə keçdi. Burada say var, amma qeyri-müəyyən miqdar sayı yox, sıra sayıdır. Konferansda bir sıra məsələlər müzakirə olundu. Cavabımız olacaq D bəndi, çünki bir sıra qeyri-müəyyən miqdar sayıdır. E bəndində bir buğda əkməsən, 1000 buğda bitməzsən. Bir və 1000 sözləri müəyyən miqdar sayıdır. Bizə qeyri-müəyyən lazımdır. Ona görə 40-da cavab oldu D bəndi. 41. Birində say işlənmişdir. Az 7, üz 7, dərə təpə düz 7. Az 7 yenə də hərəkətə aiddir. Ona görə zərf olacaq, say yox. Məruzəçi çox danışmadı. Nə qədər danışmadı. Danışmaq sözü hərəkətdir. Ona görə B bəndi də olmayacaq. Az olsun, yaxşı olsun. Yenə də hərəkətə aiddir. C bəndində çıxdıq. Onlar xeyli məsləhətləşdilər. Xeyli sözü yenə də hərəkətə aiddir. Ona görə hərəkətə aiddirsə deməli say deyil. Zərfdir. Çox adam bu işlərdən xəbər tutmayıb. Nə qədər adam? Çox adam. Adam sözü əşyadır, isimdir. Deməli, cavabımız olacaq 41-də E bəndi. 42. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında numarativ söz işlədilə bilər? Baxaq. Biz bağda xeyli ağac əkdik, işlədilə bilməz. O qədər kitabı necə oxumusunuz? Burada da işlədilə bilməz. Bir çox məsələlər həll olunmamış qaldı. Burada da işlədilə bilməz. Bir sıra müəllimlər mükafat aldılar. İşlədilə bilməz. 5-6 nəfər tələbə. Burada işlədilə bilər. Cavabımız olacaq 42-də E bəndi. 43. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı ilə isim arasında numarativ söz işlədilə bilər? Sənə bu işdə 6-7 nəfər köməkçi lazımdır. Cavabımız elə olacaq 43-də A bəndi.
Çünki 6, 7 qeyri-müəyyən miqdar sayının təqribi təxmini saylar var. Həmin ona aiddir. Biz də bilirik ki, numerativ sözlər ancaq müəyyən miqdar sayı, bir də təqribi təxmini saylarla işlənə bilir. Ona görə cavabımız A bəndidir. Digər variantlara baxmağa ehtiyac yoxdur. Hansı cümlələrdə say işlənmişdir? Az danışmaq ədəbdəndir. Danışmaq sözü hərəkətdir. Deməli, birdə az sözü say olmayacaq. Vətənin bir qışı qürbətin 100 baharından yaxşıdır. Neçə qışı bir qışı, neçə baharından 100 baharından. 2-də say işlənib. Çox gülən çox da ağlayar. Gülmək və ağlamaq hərəkətdir. Deməli, çox sözü say deyil burada. 40 il yağış yağsa mərmərə su keçməz. Nə qədər? 40 il. Deməli, cavablarımızdan biri olacaq 4. Çünki il sözü isimdir. 2 qoçun başı bir qazanda qaynamaz. Biri də olacaq 5. 2, 4, 5. Cavabımız oldu 44-də C bəndi. 45-ci sual. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Sayın hər iki məna növünə aid nümunə var. Yəni, sayın hər iki məna növü, sayın mənaca 2 növ var. Miqdar sayı, sıra sayı. Deməli, həm miqdar sayı olmalıdır, həm də sıra sayı olmalıdır. 2 kişi danışanda üçüncüsü sən olma. Bax, 1 olacaq. 1-i götürdük. Çünki 2 miqdar sayıdır, üçüncü sıra sayıdır. İkinciyə baxaq. Sayın yalnız bir məna növünə aid nümunə var. Yəni, ya müəyyən miqdar sayı var, ya da sıra sayı. Üzr istəyirəm, ya miqdar sayı var, ya sıra sayı var. Bir əldə 2 qarpız tutmaq olmaz. Çox bilib az danışmaq igidin ləngərdir. Bu cümlədə say yoxdur ümumiyyətlə. Bir əldə 2 qarpız tutmaq olmaz. Burada isə miqdar sayı işlənib. Ona görə cavabımız olacaq 1, 3. 1, 3 cavabı da oldu C bəndi. 46. Verilmiş cümlə əsasında doğru fikirləri müəyyən edin. 3 il keçmişdi və indi mən ali məktəbin 3-cü kursunda oxuyurdum. 3 miqdar sayı, 3-cü isə sıra sayı. Sayın hər iki məna növünə aid nümunə işlənmişdir. 1 düzdür. Quruluşca həm sadə, həm də düzəltmə say var. 2 də düzdür. 3 sadədir, 3-cü düzəltmədir. Numerativ sözdən istifadə edilmişdir. Bu səhvdir. Numerativ söz istifadə olunmayıb. Müəyyən miqdar sayı quruluşca sadədir. Bu da düzdür. 1, 2, 4. Yalnız sıra sayı ismə aiddir. Xeyr, hər ikisi ismə aiddir. 3-dən sonra il gəlib. 3 il. İl sözü də isimdir. Üçüncüdən sonra kurs sözü gəlib. Kurs sözü də isimdir. Deməli, hər ikisi ismə aiddir. Bu da səhv olacaq. Cavabımız olacaq 1, 2, 4. O da olacaq B bəndi. 47. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Həsən 4-cü güllədə 35 xal qazandı. O mənim 46 xalıma qarşı 50 xal vurmaq istəyir. Deməli, birinci cümlədə həm sıra sayı var, həm miqdar sayı var. İkinci cümlədə isə sadəcə miqdar sayı var. Ortaq cəhətlərini soruşur. Deməli, 4-cü güllə 35 xal, 46 xalım 50 xal. Mürəkkəb müəyyən miqdar sayı işlənmişdir. Hər iki cümlədən soruşur. 35 mürəkkəbdir, düzdür. 46 da mürəkkəbdir, düzdür. Cavablardan biri olacaq 2. Bir də deyir sayların quruluşca növləri fərqli olsa da mənaca növləri eynidir. Bu səhvdir. Çünki sıra sayı da var, miqdar sayı da var. Ona görə bir səhv olacaq. Cavabımız 2 ilə başlayacaq. 2 düzdür. Mürəkkəb müəyyən miqdar sayı işlənmişdir. Düzdür. 35 burada işlənib. 46 da ikinci cümlədə işlənib. Cavab 2 ilə başlayır. 2. Sayın hər iki məna növünə aid nümunə var. Ortaq cəhətləri deyil. Bu düzdür. Sayın hər iki məna növünə aid nümunə var. Düzdür. Birinci cümlədə var, ikinci cümlədə yoxdur. Ortaq cəhət deyil. 3-ü götürürük. Sonra, miqdar bildirən say var. Bu ortaq cəhətdir. Əslində bu
birincidə olmalı idi. Yəni ortaq cəhətləridir olan hissədə olmalı idi. Ona görə 4-ü götürmürük. Quruluşca düzəltmə olan say sıra bildirir. Bu ortaq cəhətləri deyil, düzdür. Çünki bir cümlədə var. Cavab oldu 2, 3, 5. 2, 3, 5 cavabı da oldu 47-də B. 48. Yerinə görə numerativ söz kimi işlənə bilən ifadələri müəyyən edin. Deməli, vaqon, bir vaqon müştəri. Vaqon sözünü işlətmək olar. Səmanı işlətmək olmaz. Bir udum su. Udum sözünü işlətmək olar. 6 göz otaq məsələn demək olar. 4. 5 ton qızı, 5 ton su, 5 ton neft məsələn demək olar. Səhəng. Səhəngi də işlətmək olar. Məsələn, 2 səhəng su bu formada işlətmək olar. 6. Məsafə. Məsafəni işlətmək olmaz. Gözlüyünü də işlətmək olmaz. Ona görə cavabımız deməli olacaq 1, 3, 4, 5, 6. 48-də 1, 3, 4, 5, 6-da oldu A bəndi. 49. 49-cu sual. Deyir, Eyler-Venn diaqramındakı səhvləri düzəltmək üçün qarşısında hansı rəqəmləri yazılmış ifadələrin yerini dəyişdirmək lazımdır? 5-iniz çox insanın işini görə bilərsiniz. 5 müəyyən miqdar sayı, çox qeyri-müəyyən miqdar sayı. 5 isimləşib, çox isimləşməyib. İndi hansının yerində isə səhvlər düzələr. İsmə aiddir. Bir səhvdir. Əvvəlcə səhvləri tapaq. Məsələn, bir səhvdir. Adlı xalın sualına cavab verir. 5-iniz kim? Düzdür, bu düzdür. 2 ilə işimiz yoxdur. Sayın sualına cavab verir. Bu ortaq cəhət kimi götürülüb. Bunu deməli, bu da səhvdir. 3 də səhvdir. Götürdük buradan 3-ü də səhv. Miqdar sayıdır. Düzdür, qeyri-müəyyən miqdar sayıdır. Amma miqdar sayıdır. Bu hər ikisinə aid olmalıdır. Çünki 5-də miqdar sayıdır, çox da miqdar sayıdır. Deməli, 4 də səhvdir. İsmin xüsusiyyətini daşıyır. İsmin xüsusiyyətini daşıyır. Bu kvadrat olan yox, üçbucaq olan ismin xüsusiyyətini daşıyır. Ona görə 5 də səhvdir. Deməli, biz burada hansının yerində isə düz olar. Deməli, ismin xüsusiyyətini daşıyır, bura gətirsək, ismə aiddir gətirsək bura, 1 ilə 5-in yerində dəyişsək, 1, 5. Bir də sayın sualına cavab verir. Bura qoysaq, miqdar sayı hər ikisinə aid olduğu üçün ortaq cəhətdir də, ortaq cəhəti də ortaya qoysaq. Yəni 4-ü ortaya qoysaq, 3 ilə də 4-ün yerini dəyişdirsək, cavabımız düzəlir. 1 ilə 5-in, 3 ilə 4-ün yerini dəyişdirsək, cavab düzəlir. Cavab oldu B bəndi. 50-ci sual. Cümlələrdə işlənmiş sayılarla bağlı Eyler-Venn diaqramındakı doğru fikirləri müəyyən edin. Baxaq. Dost 1000 isə azdır, düşmən 1 isə çoxdur. Deməli, 1000, 1, az, çox. Söz çeynəyən çox, söz deyən azdır. Burada da çox və az sözləridir. İndi baxaq görək nə edir. Müəyyən miqdar sayıları işlənmişdir. Deməli, demək müəyyən miqdar sayıları işlənmişdir. Birincidə işlənib. Deməli, 1 düzdür, 1 A verilib, düzdür bu. Sonra 2-də sayılar quruluşuna görə sadədir.
Sayılar quruluşuna görə sadədir. Bu ortaq cəhət olmalıdır. Ortaq cəhət olmaq üçün olsa, deməli burada yazılmalıdır. Kəsişən diaqramların kəsişən yerində. Ona görə içi səhvdir. İçini götürmürük. Biri düz götürdük. 1. Sonra 3'ə baxaq. 3-də nə deyir? Qeyri-müəyyən miqdar sayıları cümlənin xəbəridir. Azdır, çoxdur. Bu düzdür. 3-lə işimiz yoxdur. Düzdür. Yəni düz götürməliyik də. 3 düzdür onsuz da. 4'ə baxaq. Cümlədə sıra sayı var. Ümumiyyətlə cümlədə sıra sayı yoxdur. Bu fikirdə səhvdir. Bu fikirlə işimiz yoxdur. 5'ə baxaq. Yalnız qeyri-müəyyən miqdar sayıları işlənmişdir. B bəndində yalnız qeyri-müəyyən. Bu da düzdür. 5 düzdür. Çünki burada ancaq qeyri-müəyyən işlənib. 1, 3, 5. 6'ya baxaq. 6'da deyir, 3-cü şəxsin təkinin xəbərlik şəkilçisini qəbul etmiş sayılar var. Əslində hər ikisində 3-cü şəxsin təkindədir. Söz çeynəyən çoxdur, söz deyən azdır. Belə olmalıdır. Sadəcə ixtisar olunub. Ona görə bu 6 ortaq cəhət olmalıydı. Ona görə də səhvdir. Cavabımız oldu 1, 3, 5. 1, 3, 5 də oldu B bəndi. 51-ci sual. Demək 51. 51-ci sualda deyir, verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Say işlənmişdir, say işlənməmişdir. Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. Hərəkətə aid olduğu üçün birinci cümlədə say yoxdur. Çünki çox sözləri burada hərəkətə aiddir və zərfdir. Çox aş ya qarın ağrıdar, ya baş. Çox aş nə qədər aş? Cavablarımızdan biri oldu 2. İşlənib burada. Çox ağaclar kökündən doğranıb. Nə qədər ağaclar? 3'də də say işlənib. 2, 3. Say işlənməmişdir. Bizə lazımdır işlənməsin. Çox bilən quş dimdiyindən tələyə düşər. Çox bilən, nə qədər bilən, hərəkətə aiddir. Deməli say yoxdur burada. 2, 3, 4. Az bilmək istəmirsənsə çox oxu. Az bilmək, bilmək, bir də oxumaq hərəkət olduğuna görə deməli burada da say kimi yox, zərf kimi işlənib az və çox sözləri. Biri də oldu 5. Çox əli işdə gör, az əli aşda. Nə qədər əli? Əl hərəkəti yox, əşya bildirir. Bu da əşyadır, yəni insanın əlindən söhbət gedir. 6'da say işlənib. Cavabımız oldu 2, 3, 4, 5. Bu da B bəndi. 52. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Yalnız miqdar sayı işlənmişdir. Adam minacını udar bir şirinin xətrinə. 1001. 1 düzdür. İstəyirsən səninlə dost olum, çox iyi. Ümumiyyətlə burada say yoxdur. Çox sözündən sonra hərəkət gəlib, deməli zərfdir. Qocanın üzü birdən-birə sevinclə parladı. Burada da say yoxdur. Deməli 1 oldu. Həm miqdar, həm də sıra sayı işlənib. Görünüşündən ona 50 yaş ancaq vermək olardı. Burada miqdar var, sıra sayı yoxdur 4'də. Bir qədər su içəndən sonra ikinci kitabı da oxumaq üçün rəfdən götürdü. Bir qədər miqdar sayıdır, qeyri-müəyyən miqdar sayıdır. Deməli ikinci isə sıra sayıdır. Deməli həm miqdar, həm sıra sayı 5'də işlənib. Cavabımız 1, 5 olacaq, o da olacaq D bəndi. 53. Hansı fikirlər hər iki cümlə üçün ortaq hesab edilə bilməz? Aslan müəllim bir neçə saniyə cərgədəki birinci ağaca baxdıqdan sonra mənə tərəf döndü. 2 dənə say işlənib. Bir neçə, birinci cümlədə bir neçə, bir də birinci. Bir neçədən sonra saniyə sözü gəlib, isim gəlib. Birincidən də sonra ağac sözü gəlib. Hər ikisindən sonra isim gəlib. İkinci cümlədə ikimizin də atası, ikimiz, isimləşmiş say, bizim ikimiz. İsimləşmiş say.
Ovçu idi. Onlar 30-40 il idi ki, 30-40 qeyri-müəyyən miqdar sayı. Özündən də sonra isim gəlib. Qorxulu meşələrdə ovçuluq edirlər. Bizə deyir, ortaq hesab edilməsin. Qeyri-müəyyən miqdar sayı işlənmişdir. Qeyri-müəyyən miqdar sayı bir neçə də qeyri-müəyyəndir, 30-40 da qeyri-müəyyəndir. Bu ortaqdır. Biri götürmürük. 2-yə baxaq. Leksik şəkilçili say var. Demək, leksik şəkilçili say demək, ikimizin də atası ovçu idi. Birinci sözü, leksik şəkilçili say birinci sözüdür. Bu ortaq cəhət deyil. Sadəcə birinci cümlədə var. Ona bizdən də soruşur, ortaq cəhət olmasın da. Elə oldu biri 2. Qeyri-müəyyən miqdar sayı quruluşca mürəkkəbdir. Qeyri-müəyyən miqdar sayı 30-40, bir də bir neçə, düzdür. Hər ikisi mürəkkəbdir. Bizdən ortağı istəmir, ona görə ortağı götürmürük. Sonra müəyyən miqdar sayı var. İkimizdir burada müəyyən miqdar sayı ancaq ikinci cümlədə var. Birinci cümlədə yoxdur deyə ortaq hesab olunmur. Ona görə 4-ü də götürdük. Sıra sayı işlənmişdir. Sıra sayı birinci cümlədə işlənib, ikinci cümlədə işlənməyib. Ona görə də ortaq olmayan cəhətlərdən də biri 5-dir. 2, 4, 5. Cavab oldu 53-də. 53-də cavab oldu D bəndi. 54 sonuncu sual. Deməli, verilmiş cümlədə nöqtələrin yerinə hansı saylar yazılsa, cümlədə qrammatik səhv olmaz. Deməli, bizə lazımdır. Dost sözü təkdədir. Bəzi saylar var ki, onlardan sonra gələn isimlər təkdə olmalıdır. Bəziləri var cəmdə olmalıdır. Bəzilərində həm təkdə, həm cəmdə ola bilər. Bizə də lazımdır dost sözü təkdədir. Bizə ya lazımdır ancaq təkdə olan, ya da lazımdır həm təkdə, həm cəmdə işlənə bilən saylar. Bir sıra bir çox saylarından sonra gələn isimlər həmişə cəmdə olur. Ona görə bir çoxla bir sıranı çıxdım buradan. 3 ilə 5-i çıxdım. Demək, çox, çoxlu, larla, lərcə şəkilçiləri vasitəsilə düzələn saylar həm təkdə ola bilər, həm cəmdə ola bilər. Xeyli, az, bir neçə saylarından sonra gələnlər isə ancaq təkdə ola bilər. Bir sıra ilə bir çoxu çıxdıq. Onlar çünki özündən sonra gələn isimlər mütləq cəmdə olmalıdır. Bizə də lazımdır təkdə olsun. Bir sıra bir çoxu çıxdıq. Yerdə qaldı 1, 2, 4. Cavabımız oldu 1, 2, 4.